Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Sərhəddən təcili xəbər. İrəvan bu ölkəyə görə Bakı ilə sülh sazişindən imtina edə bilər. Prezidentin Buxara ziyarəti, tarixi bağlar, İpək yolu irsi və Türk birliyi. Geosiyasi qeyri-müəyyənlik Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını gecikdirə bilər. Bu iddia ilə S&P Global Ratings şirkətinin Cənubi Qafqazdakı siyasi proseslərlə bağlı hazırladığı icmalda iddia olunur. Bildirilib ki, Ermənistan iqtisadiyyatı müsbət proqnoz üzrə inkişaf edir. Bu artımlar və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar geosiyasi riskləri zəiflədir. Lakin regional risklər hələ də qalmaqdadır. Əgər regionda risklər əhəmiyyətli dərəcədə kəskinləşərsə və ya Rusiyadan işçi qüvvəsi və kapital axını kəskin şəkildə azalarsa, bu Ermənistanın iqtisadi və büdcə göstəricilərinə, eləcə də tədiyyə balansına mənfi təsir edə bilər. Əgər Ermənistanın tədiyyə balansı təhlükəsizlik və geosiyasi risklərə qarşı davamlılıq nümayiş etdirməyə davam edərsə, reytingi yüksələ bilər. Buna valyuta ehtiyatlarının toplanması və Azərbaycanla münasibətlərin normallaşdırılmasında əldə olunan irəliləyişlər kömək edə bilər. İcmalda qeyd olunub ki, reyting məhdudiyyətlərinə Ermənistanın davamlı olaraq geosiyasi və xarici təhlükəsizlik risklərinə məruz qalması, adambaşına düşən orta gəlir və ödəniş balansındakı zəifliklər daxildir. Avropa İttifaqı və digər qərb tərəfdaşları ilə əlaqələrin dərinləşməsinə baxmayaraq, Ermənistanın Rusiyadan iqtisadi və enerji asılılığı əhəmiyyətli dərəcədədir və bu onun strateji çevikliyini məhdudlaşdırır. İcmalda o da bildirilib ki, regional risklər nəticəsində yarana biləcək problemlər, xüsusilə Rusiyadan asılılığın tam aradan qalxmaması, Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamasını çətinləşdirir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistanda Buxara şəhərinə də səfər ediblər. Türkistan dövlətinin tarixi şəhərlərindən olan Buxaraya səfər 3 aspektdən əhəmiyyətlidir. Siyasi şərhçi Asif Nərimanlı bu əhəmiyyətli aspektləri belə izah edir. Birinci məqam tarixi bağların simvoludur. İslam və Türk dünyasının tarixi mərkəzlərindən olan Buxara şəhərini Azərbaycanla tarixi bağlar birləşdirir. 15-ci əsrdə Asiyadan gələn tacirlər tərəfindən inşa edilmiş içəri şəhərdəki Buxara Karvansarayı da bunun simvollarından biridir. Prezident İlham Əliyevlə Prezident Şavkat Mirzoyevin Daşkənddən sonra Buxarada da görüşməsi Azərbaycan-Özbəkistan münasibətlərinin təkcə siyasi-iqtisadi maraqlar kontekstində qurulmadığını, iki ölkənin tarixi bağlarla birləşdiyini sərgiləmək məqsədi daşıyır. İkinci məqam İpək yolu irsinin davam etdirilməsinin nümayişidir. Buxara qədim İpək yolunun əsas mərkəzlərindən olub. İçəri şəhərdəki Buxara Karvansarayı da elə bu tarixi yolla Asiyadan Bakıya gəlmiş tacirlərin mirasıdır. Hazırda Azərbaycan və Özbəkistanın strateji müttəfiqliyi tarixi İpək yolu üzərində inşa edilən orta dəhliz marşrutunun perspektivlərini gücləndirən əsas amillərdəndir. Buxara şəhəri hazırda da orta dəhlizin mühüm nöqtələrindən biridir. Prezident İlham Əliyev bu şəhəri ziyarət etməklə tarixi İpək yolunun fəaliyyətində olduğu kimi bu irsin davamı olan orta dəhlizdə də Azərbaycanın həlledici rol oynadığı mesajını verir. Üçüncü məqam Türk dünyasında birliyin sərgilənməsidir. Azərbaycan-Özbəkistan münasibətləri təkcə Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının və buradan keçən nəqliyyat logistika xətlərinin birləşdirilməsində yox, həm də Türk dünyasının birliyi və gələcəyində mühüm rola malikdir. Prezident İlham Əliyev Özbəkistan səfəri çərçivəsində qədim Türkistan elinin mərkəzlərindən sayılan Buxaraya səfərlə tarixi köklərə bağlı olduğumuzu, hazırda həyata keçirilən siyasətin Mərkəzi Asiya və Cənubi Qafqazın nəqliyyat logistika xətlərinin birləşdirilməsində Azərbaycanın təkcə Türkiyə ilə yox, digər Türk dövlətləri ilə də strateji müttəfiqlik münasibətlərinin qurulmasında yekun hədəfin Türk dünyasının güclənməsi olduğunu sərgiləyir.